Salam əziz müəllimlər və şagirdlər. Bugünkü video izahımızda sizə Cəlil Məqbulzadənin Anamın Kitabı əsərinin təhlilini verəcəm. Siz də bu cür dərs izahlarının ardından gəlmək istəyirsinizsə, kanalımıza abunə olub, paylaşıb və yazmağı yaddan çıxarmayın. Bundan əvvəlki video izahlarda böyük əsərlərin izahını çəkib paylaşmışam. Axırıncı çəkib yerləşdirdiyim Müsibət Fəxrəddin əsəri tam orijinal hissədən izahını vermişdim. İndi isə Anamın Kitabı əsərinin təhlilinə baxacağıq. Bildiyimiz kimi Anamın Kitabı əsərində 7 əsərə daxildir ki, oxunması tövsiyə olunan əlavə PDF formasına çıxarılmış hissəsi var ki, oradan da oxumaq lazımdır. Amma birinci məclisi bildiyimiz istir İmam olsun, istir digər vəsaitlər olsun ki, və yaxud ki, dərslik olsun 11-ci sinifin əvvəllərindədir. Buradan beləliklə ilk birinci məclisi oxuya bilərsiniz, amma növbəti hissələri artıq siz ikinci məclisdən PDF forması var ki, o məndə var. İstəyən olsa əlaqə nömrəsi qoyacağam. WhatsApp kanalı yerləşdirmişəm həmin rəy bölməsinə. Buradan daxil olub istəyə bilərsiniz, PDF-ini ata bilərəm. İndi isə başlayaq əsərimizin izahına. Mən əsəri buradan nöqtəsinə kimi bir-bir oxuyacağam və əsas lazım olan məqamları altın xəttləyəcəm ki, siz də əsas qeydlərinizi götürərsiniz. Əsər 1920-ci ildə yazılmışdı və 20-ci əsrin əvvəllərində həmin vaxtlarda ölkə yaranmış vəziyyətdir və həmin vəziyyətdən, problemdən çıxış yollarıdır. Əsərdə bilin ki, qaldırılmış problemlər hansılardır? Xalqa yaddaşmış ziyalıların məslək ayrılığı, əsas məsələ qardaşları simasını göstərilir. Soy kökdən uzaqlaşmağın azanzacaqlı nəticələri, milli müstəqilliyin və milli birliyin vacib olması. Milli müstəqillik, milli birlik məsələsi Vaqif əsərində də var, Xurşudbağ Natəvan əsərində də həmin məsələlər öz əksini tapır. Başqa əsər haqqında əsərin təhlilini verək, artıq əsəri oxuduqca obrazlar haqqında əlavə məlumatlar verəcəm. Başlayaq əsərimizə. Mən bunu İmam hissəsini çəkmişəm, amma birinci pərdəni buradan oxuyaq, növbəti hissələri artıq PDF formasında oxuyacağıq. Bilin ki, Zəhrabəyim 60 yaşında bir ana obrazıdır. Bir dəqiqə. Daha sonra Rüstəm bəy bunun böyük oğlu ki, intelligentdir və 40 yaşında. Mirzə Məhəmmədəli Rüstəm bəydən sonraki, yəni ikinci oğlu ki, bu da elmi ilahi dərslərlə məşğuldur, müəllimdir, molladır, belə deyək. Səməd Bayır ki, bu da Türkiyədə təhsil alıbdır və kiçik oğludur, bu da müəllimdir. Rüstəm də rus dillidir, Rusiyada təhsil almışdır. Mirzə Məhəmmədəli isə İranda təhsil almışdır. Gülbahar bunlardan belə ən balacasıdır, ən balaca övladıdır. Bu da bax testə düşə bilər ki, təhsilsizdir. Yox, müsəlmanca təhsil alıbdır. Yəni övladların hamısının təhsili var. Və bunların içərisində bir dənə Gülbahar ki, öz vətənpərvərliyinə seçilir. Gülbahar da 20 yaşında kiçik övladıdır. Zivər xanım Rüstəm bəyin həyat yoldaşıdır, rusca tərbiyə almışdır. Mirzə Həsən Bakı Rüstəm bəyin dilmancıdır. Teymur bəy onun dəftərdarıdır. Və Qəmbər var, Qurban var və Zaman var ki, bunları çoban obrazlardır. Bir obrazdan adları qarşımıza çıxdıqca onlar haqqında sizə məlumat verəcəm. Əsər hadisə baş verir tarixi Hicrinin 1330-cu ilinin yazıqlarında. Azərbaycan şəhərlərinin birində, Rusiya hökuməti əslində. Qeyd edim ki, ümumiyyətlə, hadisələr həm kənddə, həm də ki, şəhərdə baş verir. Rüstəm bəy, Mirzə Məhəmmədəlini və Səməd Vahidin ümumi kabinesi. Otaqda oturub tək Rüstəm bəy oxuyub yazmaqla məşğuldur. Yəni, lüğət yazır. Və bundan əlavə, istəsəz əsəri oxuyub bitirəndən sonra bunun bir YouTube-dan tamaşasına baxın. Həmin tamaşaya baxdıqdan sonra əsər daha yaxşı yadınızda qalacaq. Elə Anamın Kitabı tamaşasını yazsaz gələcək YouTube-dan. İçəri qapı açılır və Zəhrabəyim qorxa-qorxa başını uzadıb yavaşca Rüstəm bəydən soruşur. Zəhrabəyim, bala, görürsən uşaqlar niyə yubanıblar? Rüstəm bəy, başını stolun üstündə qovzamayıb belə deyək, dinməyib yox olur. Bir dəqiqə, yəni Rüstəm burada başını heç qaldırmadı, anasına belə baxmır da. Ana, məni danışdırma, başa aşağı, lüğət yazsam. Zəhrabəyim dinməyib yox olur. Yəni bir dəqiqə sakitlik ilə keçir. Çöl qapını tıqqıldadırlar. Rüstəm bəy, kimsən girir içəri, Mirzə Həsən girir içəri. Dedik, Mirzə Həsən kim idi? Burada sizin üçün demişdim ki, Mirzə Həsən Rüstəm bəyin dilmancıdır, 30 yaşında. Və bunları dəqiqliyin yada saxlayın.
Mirzə Həsən, salam əleyküm. Rüstəm bəy, əleyküm salam. Mirzə, nə əcəb bugün yubanır? Demək Mirzə Həsən burada yubanıbmış. Yəni tez gəlməyib. Mirzə Həsən, bağışlayarsınız Rüstəm bəy. Çox səy elədim, tez gələ bilmədim. Rüstəm bəy, əyləş. Dünən harda qaldıq? Demək dünəndən yarımçı qalmış lüğətləri var ki, bugün tamamlamaq istəyirlər. Mirzə Həsən kağıza baxır və oxuyur. Necə ki, Avropa, habelə Asiya millətlərinin hürufatının əvvəlinci A sövqütunun əlamətidir ki, biz ona əlif deyirik. Bu ifadə Mirzə Həsənə aiddir. Rüstəm bəy, Mirzə, dayan, gərək bir yerini dəyişək. Necə yazıbsan? Avropa və Asiya millətlərinin Mirzə Həsən, necə ki, Avropa, habelə Asiya millətlərinin hürufatını. Bir dəqiqə səhifəni dəyişim. Rüstəm bəy, dayan, bir yaxşı olar artırarsan cümləsini. Mirzə Həsən, xub, cümləsinin yazısını düzəldir. Cümləsinin hürufatının əvvəlisi A sövqütunun əlamətidir ki, biz ona əlif deyirik. Rüstəm bəy, kitaba baxır, yaz, yavaş-yavaş deyir. Bundan əlavə şərq tayfalarının bəzilərinin, habelə slavlarının, qreklərin, bu ifadə də Rüstəm bəyindir. Şərq tayfalarının adını çəkir. Mirzə Həsən, Yunanlıların, Rüstəm bəy, Yunanlıların və qədim Yəhudilərin dilində hürufatın əvvəlincisinin mənası həmin birdir. Həmin mindir. Necə ki, məsələn, ərəb dilində əlif, ləpsi, içəri otaqdan uşaq səsi gəlir. Səs eləməyin, mən lüğət yazıram, əlində kitab var. Kitab var gəlidir, Mirzə yaz və lakin həmin A sövqütü millətlərin bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir. Burada görürük ki, Rüstəm lüğət yazır və içəridən uşaq səsi gəlir və uşaqlara sakit olun deyir. Bu ifadəni, yəni səs eləməyin, mən lüğət yazıram, yəni uşaqlara sakit olun deyən başqa bir obraz olacaq, görəcəyik kimdir bu əsərdə. Mirzə Həsən yavaş-yavaş yazır. Bəzisinin dilində, Rüstəm bəy, bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir. İçəri otaqdan Zivər xanım ətirli və kirşanlı sinəsi və qolları açıq, qıvraq gəlir. Rüstəm bəy yazı stolunun üstündəki telefonun dəstəyini qalxızıb qoyur qulağına və belə danışır. Zivər xanım deyir ki, 25 yaşındadır, Rüstəmin də 45 yaşı var və Zivər xanım Rüstəmin həyat yoldaşıdır. Bu da belə deyək də, biraz bərbəcəkli qadındır. Daha sonra Zivər xanım danışır. Ruslan burada kəlmələr işlədir. Kimdir telefonda? Kimdir? Səlimə xanım. Səlimə xanım da ədəbiyyat müəlliməsidir. Salam aleyküm. Sağ ol, sağ ol. Necə? Kim? Hə? Yaxşı. Gəlin bir yerdə gedək. Yaxşı. Evdədir. Yaxşı. Salamət qal. Dəstəyi qoyur yenə. Bu Səlimə xanım nəsə danışır. Rüstəm Səlimə xanım indi gələcəklər. Gərək bugün biletləri paylayaq. Sabah da ki, bilirsən, bizdə cəmiyyət-i xeyrənin yığıncağıdır. Bilmirəm, sənin hələ işin çoxdur. Demək, sabah cəmiyyət-i xeyrənin icrası olacağını biz ilk kimin dilindən eşitirik? Zivər xanımın dilindən eşitirik. Və bu Səlimə müəllimə də, Səlimə xanım da bunlara gəlmək istəyir. Rüstəm bəy, mən sonradan da yaza billər. Deyirsən, nə vaxt gələcəklər? Zivər xanım, yarım saata burada olarlar. Rüstəm bəy bir söz deməyib, yenə kitaba məşğul olur. Zivər xanım qıvraq çıxıb gedir. Çöl qapıdan Mirzə Məhəmmədəli içəri girir, salam verib başmaqlarını çıxardır və keçib oturur öz yerində. Rüstəm bəy, indi keçək almaz ləfsinin yaz. Almaz latınca atamaz, pür, qiymət daşlar cərgəsindən gözəl şəfəqli və kimi aləmində bundan bərk və səxt daş hələ bu vaxtadək dünyada tapılmayıb, yəni almazı deyir. Bərklikdə cəvahiratın heç biri buna bərabər deyil. Nə zümrüd, nə tupaz, nə tedrit, kvars, yaşma, tormalin və nə qeyriləri. Mirzə Həsən yazır. İndi Mirzə Məhəmmədəli sözə başlayacaq. Başını qalxası Rüstəm bəy tərəfə deyir. Mənim qanacağıma görə sizin kitabınızda olan məlumat məhz Avropa və Rusiya mənbəyində əxs olunmuşdur. Mənə qalarsa, haman ittilatı ki, siz o zəhmətlə cəm edirsiniz, onları şərq və İslam elmləri ilə tətbiq eləməyinizin bir eybi yoxdur. Yəni deyir ki, siz bu cür lüğətlər yazırsınız və bunları şərq və İslam elmləri ilə birlikdə tətbiq eləməyinizin bir eybi yoxdur. Məsələn, götürək haman almas barəsində bərklik söhbətini. Mənim qanacağıma görə almasdan bərklik dünyada çoxdur. Demək ki, özü bir səhv və qələtdir. Almasdan bərk dünyada
Almazsan bəlkə şey dünyada çoxdur. Aha, burada üstümüzdə Məhəmmədəli başlayır. Bir sadalayacaq, onları yadda saxlamaq lazımdır. Açar sözlərini deyəcəm. Rüstəm bəy, hər nə sözüm var deyil. Mirzə Məhəmmədəli, söhbət haman səxtlik üstədir ki, siz orada yazsınız. Necə ki, məlumdur və Kərrat ilə eşitmişik və kitablarına təhsil eləmişik ki, bir dəqiqə. Aha. Baxalım. Haqq Teala bizə 10 şeyi təyin edib. 10 dənə şey təyin edib Allah Teala və bir-birindən bərkdir. İçəri qapıdan Zəhrabəyim görsənir. Rüstəm və Mirzə Məhəmmədəli ikisi də əllərini qalxızıb birdən ana dayan, hələ gəlmə, söz danışırıq. Zəhrabəyim yox ol. Yəni anası istəyir bunlara söz desən, bunlar iki qardaş imkan vermirlər. Mirzə Məhəmmədəli haman bərk şeylərin əvvəlisi daşdır. Demək birinci nə oldu? Daş oldu. Rüstəm bəy, necə yəni daş? Axır dünyada daş çoxdur. Görək hansını deyirsən. Mirzə Məhəmmədəli. Heç təvafütü, yəni dəxli yoxdur. Hansı daş olur olsun. Rüstəm bəy, Mirzə Həsən gülürlər. Mirzə Məhəmmədəli. Dəxi burada gülmək, yəni ki, siz xahiş etdiniz, mən də deyirəm. Lazım deyil. Məni əfv buyurursunuz. Dəxi gülmək, yəni nə olsun? Heç dəxli var. Gülümsünə Rüstəm bəy deyir. Yaxşı, sözünü de gülməlik. Sonra daşdan sonra Mirzə Məhəmmədəli. İkinci mərtəbədə daşdan sonra bərk olan şey dəmirdir. Demək birinci daş oldu, ikinci dəmir oldu. Zira bu iki cisimlərin bir-birinə vuranda əllərini qoşa-qoşa yavaşca bir-birinə vurur. Aşkardır ki, dəmir daşı sındıracaq. Demək, daş sonra dəmir. Dəmir nədir? Daşı burada məhv eləyir. Rüstəm bəy və Mirzə Həsən yenə gülürlər. Mirzə Məhəmmədəli, nə gülürsünüz? Gülərsiniz. Vay sizin halınıza, afərin lüğət yazanlar. Rüstəm bəy gülə-gülə. Sonra, dəmirdən sonra bərk olan şey nədir? Hansıdır? Mirzə Məhəmmədəli durur ayağa istəyər geçsin. Rüstəm bəy durur onun qabağını kəsir. Rüstəm bəy, Məhəmmədəli, bir dəqiqə. Rüstəm bəy, Məhəmmədəli, uşağa uşaq deyərlər, böyüyə də böyük deyərlər. Sən sözünü de. Əgər sənin sözün haqdır, gərək onu deməkdən çəkinməyəsən. Mirzə Məhəmmədəli bir qədər fikir eləyib, oturur yerinə və sonra başlayır. Dəmirdən bərk olan şey oddur. Oddur ki, dəmiri ərdir. Demək, birinci oldu daş, ikinci oldu dəmir, üçüncü oldu od. Niyə? Çünki dəmiri oda atanda əriyir də. Oddur. Dəmiri ərdir. Və özü də səxtlik ənasirində üçüncü dərəcədədir. Onlardan bərk olan şey sudur ki, su nə olur? Odu söndürür və səxtlik ənasirinin 4-cü dərəcəsindədir. Rüstəm bəy və Mirzə Həsən əllərinin ağızlarına basıb gülürlər. Sudan bərk olan şey buluddur. Buluddur ki, su həmən buluddan əmələ gəlir. Demək, sudan sonra nə oldu? Bulud olur ki, bulud nədir? Suyu əmələ gətirir də, bulud olmasa su olmaz. Belə demək istəyir. Yəni, yenə içəri otaqdan səs gəlir, yenə də Mirzə Məhəmmədəli hirsi deyir, səs gəlməsin. Burada Mirzə Məhəmmədəli də artıq otağa qışqırır. Görürsünüz ki, biz burada söz danışırıq. Bəli, ağama ərz olsun ki, buluddan bərkirat olan şey yeldir. Yel nə olur? Küləkdə, külək əsir və belə deyək də, buludu dağıdır. Buludlara həmişə yeldən fərman çıxır. Bir qədər dikəlib həvəsə gəlir. Yeldən bərk olan şey mələkdir. Demək, bərk olan şey mələkdir. İndi burada rəsmə rəqəmləri mən səhv qoydum. Gəlin bir baxaq. Demək, birinci olduğu daş. İkinci olduğu dəmir. Üçüncü olduğu od. Dördüncü olduğu su. Beşinci olduğu bulud. Altıncı oldu yel. Bu arzulu bilin. Yedinci yer oldu mələk. Aha, mələyə qədər oxuduq. Mələkdir ki, mən bura səhv qoymuşum, yəqin gedəlim. Yelləri idarə edir, yəni haraya göndərməlidir, göndərir, göndərməli deyil, göndərmir. Biraz da ucadan və həvəslə. Mələkdən bərk şey mələk-ü möfdür. Möfdür ki, mələk-ü qəbzi ruh edir. Biləyəm bunu silin. Aha, ruh edir. Gülərsiniz, gülün, eybi yoxdur, gülün. Vay halınıza. Mələk-ü möfddən də bərk olan şey bilirsiniz nədir? Ölümdür. Demək, sonuncu ölüm dedi. Yəni, nə oldu? 8-9, ölüm. Gülərsiniz, dəxi, hirsli. Bəs bilirsiniz ki, ölümdən bərk olan şey nədir? Demək, 9-cu ölüm oldu. 8-ci mələk-ü qəbzi, ruh, yəni insan ruhu, ruh oldu.
9-cu ölüm oldu. Amma 10-cu baxaq. Bilirsinizmi? Ey lüğət yazanlar, çıra-çıra durur ayağa. Niyə gülürsünüz? Demək 10-cu demir. Burada ilan oynatmırlar ki, məgər insan öz gününün qəbahətini gərək anlamaya, eyib deyil, hirsli gedir qapıya tərəf. Çöl qapıdan Səməd Vahid girir içəri və qiyluqallı görüb deyir. İşte ilkak var. Haydi arkadaşlar. Bu Türk'də, yəni Türkiyə təhsilatı biraz Osmanlı ləhcəsində danışır. Bir dəqiqə. Mirzə Məhəmməd deyəcək ki, mən bunun dilini başa düşmürəm. Görək yazılıb mı? Aha. Hirsi və ozanan Səməd Vahidə. Ay ki, hələ bilmirəm, bu nə deyirik? Səməd Vahid gedib oturur yerində və kağız qələmini çıxardır. Rüstəm bəy və Mirzə Həsən yenə gülməkdədirlər. Mirzə Məhəmməd Əli istəyir başmaqlarını gedə Zəhra bəyəm qapıda görsənir. Zəhra bəyəm, Mirzə Məhəmməd Əliyə. Ha balam, bir dayan görüm, hara edirsən? Axır nə üstə bu qədər savaşırsınız? Ay bayla, sizə mən qurban olum. Axır min dərslərimiz, dost düşman var. Mirzə Məhəmməd Əli. Ana, sən Allah, sən də əl götürür bizdən. Bunu deyən Mirzə Məhəmməd Əlidir. Zəhra bəyəm. Bala, sizin belə mən qadanızı alım. Mənim axır sizlə vacib işim var. Məhəmməd Əli bala, bir gəl otur, arxayın danışaq. Sən özün Allaha şükür, yaxşı yaman bilənsən. Axır o qızı hər yerində istəyirlər. Demək birinci Məhəmməd Əliyə deyir. Qızı Gülbahar deyir də. Qız uşağın evdə qalmağın da bir vaxtı var. Nə deyirsən ay Rüstəm bala? Sən nə deyirsən ay Səməd bala? Niyə dinmirsiniz Məhəmməd Əli bala? Bir deyin görüm, nə məsləhət görürsünüz? Sizə gələn qada bala mənə gəlsin. Mirzə Məhəmməd Əli, mənə dəxli yoxdur. Hər kəsə istəyirsiniz verin. Rüstəm bəy kitabı qoyur durur ayaq üstə. Ana, mən qabaqcada sənə demişəm. İndi də yenə deyirəm. Qoy oğlanlar da eşitsinlər ki, qız gərək öz xoşu ilə hər kəsə ki, keyfi istədi, ona görə və bəyənə ələ gedə. Dəxi o əsrlər keçib ki, qızı zorla istəmədiyi adama ələ verirdilər. Ancaq yenə mən məsləhət görürəm ki, Gülbaharı Aslan bəyə verək. Demək, burada artıq Rüstəm bəyin zahirən demokratik olduğunu görürük ki, yəni bir tərəfdən deyir ki, yəni qızı məcburən heç kimə ələ vermək olmaz. Kimi könlü istəyir, ona ələ verək. Bir tərəfdən deyir ki, mən məsləhət görürəm ki, Aslan bəy, yəni öz dostuna verək. Bu da mal həkimidir Aslan bəy. Baytar. Mirzə Məhəmməd Əli, əstağfurullah, əstağfurullah. Əgər Gülbahar mənim bacımdır, mən bu əmrə hərgiz razı ola bilmərəm. Rüstəm bəy, nə səbəbə razı ola bilmirsən? Xub, nə eybi var, razı olmursan? Sən də görək, kimə verək? Mən nə bilim, kimə qismət olar, ona verək. Axır necə kimə qismət olar? Hazır qızı istəyirlər. Dəxi 100 il gözləməyəcək ki. Məhəmməd Əli, bir qədər dinmək. Mənə qalırsa Gülbaharı Mirzə Baxşəliyə verək. Rüstəm bəy gülür. Demək, hərəsinin özlərinə aid bazılarına belə bir damat adayı var da, belə deyək. Burada da Rüstəm bəy, Məhəmməd Əli də Mirzə Baxşəliyə vermək istəyir. Bu da müəllimdir. Səməd Vahid, necə Mirzə Baxşəliyə? Müəllim Mirzə Baxşəliyə. Mirzə Məhəmməd Əli, bəli, həmən Mirzə Baxşəliyə. Səməd Vahid, mən buna hərgiz razı olmam. Mirzə Məhəmməd Əli, necə yəni razı olmazsan? Hələ sən nəçisən? Səməd Vahid, bana qalıyorsa Gülbaharı Hüseyin Şahidə verməli. Mirzə Məhəmməd Əli sağ əlini fırladır. Pəh. Buna bax, sən Allah. Bu da bizə müştəri tapdı. Mirzə Baxşəli müəllimdir. Bu da Səməd bu da belə deyək də Hüseyin Şahid adı olsa, o da müəllimdir. Bu da Səməd Vahidin damat adayıdır. Daha sonra Zəhra bəyim, ay bağlarım, sizə belə mənim canım qurban. Bir mənə deyin görün, bu dediyiniz adamlar kimdir? Yaxşı adamdılar, neçədirlər? Rüstəm bəy, ana, mən deyim, Aslan bəy çox yaxşı adamdır. Özü də keçən il Yuris dərsi oxuyurdu. Demək, Yuris dərsi oxuyan kimdir? Aslandır. Sonra bir dəqiqə peşman oldu, Vostok Din fakültətə girdi. İndi istəyir mal həkimi olsun. Demək, birinci Yuris dərsini oxuyub, sonra peşman olubdu. İndi də mal həkimi olmaq istəyir. Zəhra bəyim, Səməd Vahidə, bala, sən dediyin adam kimdir, nəçidir, bir qulluğu varmı? Səməd Vahid, ana, Hüseyin Şahid bizim gənc ədiblərimizdəndir. Özü də Xeyriyyə məktəbində ədəbiyyat dərsi müəllimidir. Demək, Hüseyin Şahid ədəbiyyat müəllimidir. Mirzə Məhəmməd Əli başını bulayır. Mirzə Məhəmməd Əli, pəh. Elə bizim gənc ədibimiz əksisidir. Allah, bənd nəzərdən saxlasın. Ay ki, mən bilmirəm ədib nədir, axırı. Rüstəm bəy, qardaşlarım, mən sizdən xahiş edirəm. Hər nə eləmək istəyirsiniz, məsləhətlə və ağıl ucu ilə eləyin.
Sən bir söz deyirsən, mən bir söz deyirəm, o bir söz deyir. Qardaşlarım, beləliklə bir mətləb hasil olmaz. Qız hazır bax o qapının dalında əlini içəri qapıya uzadır. Çağıraq bu saat özündən səy eləyək ki, görək meyli kimədir. Səməd vay, belə məsləhətə qarşı mən bir söz söyləməm. Rüstəm bəy, niyə dinmirsən Məhəmməd Əli? Mirzə Məhəmməd Əli, özünüz bilin, mənim işim yoxdur. Rüstəm bəy durur qapıdan, Gülbahara çağırır. Gülbahar girir içəri. Gülbahara Zəhrabəyim deyir. Balam, Gülbahar, gəl otur yanımda, durma ayaq üstə. Rüstəm bəy, Gülbahar, keç otur və qulaq as, gör nə deyirəm. Biz bu saat sənin barəni danışırdıq. Sözün açığı budur ki, sənin 3 adam istəyir. Biri Aslan bəydir, biri Mirzə Baxşəli, biri də Mirzə Hüseyn Şahid. Qəlbin kimə yapışır, ona get. Bizim heç sözümüz yoxdur. Gülbahar dinmir. Bala, niyə dinmirsən? Gülbahar Rüstəm bəyə, qardaşlarına dalaşlayır. Əvvəl bu ki, sən dediyin adamların heç birinə mən bələd deyiləm. Və qaldı ki, sizin mənim barəmdə tanışmağınız əbəsdir. Çünki mən bilirəm ki, mən bir kəsi xoşlasam da sən də razı olsan, Məhəmmədə dadaşım razı olmayacaq. Məhəmmədə dadaşım razı olsa, sənin izin verməyəcəksən. Hər ikiniz də xoşlasanız, Səməd dadaşım bəyənməyəcək. Bir yadınıza salın. Görün. Bir yadınıza salın, görün. Bu vaxta kimi mənim üstümdə siz 3 qardaşı neçə dəfə dava mərkəzinə qonşular yığışıb tamaşaya. Yox. Mən heç kəsə getmək istəmirəm. Kaş siz bir-birinizlə yaxşı yola gedin. Durub çıxır gedir. Mirzə Məhəmməd Əli gəlib oturur yerində. Rüstəm bəy, iş belə olanda mən məsləhət görürəm ki, bir surətdə ki, Gülbahar biz dediyimiz adamların heç birinə bələd deyil, sabah axşam gərək Cəmiyyət-i Xeyriyyənin sessiyasında özü də növbəyə görə bizim evə yığışalar. Aslan bəy necə ki üz zasediyaya gələcək, gərək hesabla müəllimlərdən də olarlar. Çünki proqramlar barəsində müəllimlərdən cavab istəyiblər. Gərək onlardan şikayət də var. Xülasə, onlar gərək gələrlər zasediyaya. Gülbahar da istəyir, çıxar onlarla tanış olar. Çöl qapıda tıqqıldayır. Baxaq. Rüstəm bəy, kimsən? Gəl, daxil ol. Teymur bəy kim idi? Dəftərdar idi. Qoltuğunda papqa, Zəhrabəyim üzünü tutur o tərəfə, Teymur bəy görməsin. Demək, burada Zəhrabəyim adicə oğlu yaşında olan, hələ oğlundan da kiçik olan Teymur bəyi görür, ar eləyir, üzünü gizləyir. Amma Rüstəmin arvadı Zivər Teymurla qoltuğa verib çıxıb gedəcək. Teymur bəy, salam əleykum. Rüstəm bəy, əleykum salam. Teymur bəy, gəl əyləş. İçəri otaqdan Zivər xanım çıxır. Teymur bəyə əl verir. Zivər xanım gülə-gülə. İndi Ruslan bura sözlər deyir. Teymur bəy Zivər xanım əlini öpür. Zivər xanım, Teymur bəy də Zivər xanım da otururlar Rüstəm bəyin yanında. Mirzə Məhəmməd Əli acıqlı baxır bunlara. Mirzə Məhəmməd Əli də molladı deyə bu Zivərdən zəhləsi gedir. Teymur bəy papqanı açır, kağızları aralayır, sonra 3 kağız qoyur Rüstəm bəyin qabağına. Bu da kağızlara qol çəkir, verir Zivər xanıma. O da qol çəkib verir Teymur bəyə. Teymur bəy də yığışdırır, qoyur papqaya. Teymur bəy saatına baxıb deyir. Deyərsən yubanırıq ha. Zivər xanım və Teymur bəy dururlar ayağa. Zivər xanım ayna qabağına gedib, şilgə apasını düzəldir və Teymur bəy ilə çıxıb gedir. Mirzə Məhəmməd Əli yenə acıqlı baxır bunların dalınca. Qəmbər, uzun çuxalı və belində xəncər, yanında çoban, qurban girirlər içəri. Qəmbər çobanların başçısıdır, qurbanla zamanla çobanlar. Qurbanın bir əlində uzun çomaq, bir də əlində dəsmala büyüdüyü bir qab. İkisi də baş yendirirlər. Rüstəm bəy, Qəmbər, nə var? Qoyunlar necədir? Sağlığım bir şey yoxdur, amma qoyunlara bərk qızdırma düşüb, yaman qırılır. Heç bəlacı da yoxdur. Qurbanın əlinə düyünçəni alıb qoyur yerə. Buyurardınız, bu yavanlığı boşaldaydılar. Biraz kələdir, biraz da təzə şordur. Qəmbər düyünçəni aparır içəri, qapının yanına qoyur. Zəhrabəyim, Qəmbər, niyə çoxdan da görünmürsən? Qəmbər, xanım bəyim,
Vallah mazarımız olmur. Qoyunun azarı başımızı beş qatıb. Rüstəm bəy, Qəmbər, bilirsən nə elə? Sabah axşam mal həkimi bizdə olacaq, yəni Aslanı deyir. Cəmiyyət xeyriyyənin yığıncağı. Sən də gəl yadıma sal, deyək bəlkə qoyunların qızdırmasına bir dava edək. Qəmbər, baş üstə gələrəm. Qəmbər və çobanlar çıxırlar. Rüstəm bəy gəlir anasının tərəfinə və gülə-gülə deyir. Burada anasının keyfi açılıb deyə anasından deyib gülür. Ana, keyfin necədir? Yaxşıdır, ana. Bilirsən nə var? Mən lüğət yazdım. Bilirsən lüğət nədir? Yəni insanın dilində nə qəribə söz var, deyək o kitaba yazılar. Hamısı gərək yazılar. Bir söz də qalmaya. Bəlkə sən elə bir qəribə söz bilirsən ki, bizim yadımıza düşməmiş olar. Hə, nə deyirsən ana? Bir qəribə söz də yazım. Zəhra bəyim, bala, qadın alım. Qadın mənə gəlsin. Mən nə bilirəm ki, nə deyim. Mirzə Məhəmmədəli burada başlayır. Bu hissə düşür testlərə. Dadaş, əgər qəribə söz axtarırsan, məndən soruş deyin. Deyək ki, ağbirçi arvad nə bilir, nə desin. Qəribə söz budur ki, indi maşallah, qıraxmaqlı alimlər deyək ki, hicabı zadı bilməri atıb, başlar və rus sayağı üzü açıb zirdəcanlıq eləməyə. Yəni, burada bunun arvadına söz atır. Elə məndən olsa, lüğətə bu mətləbi də yazsan pis olmaz. Başmaqlarını geyir, gedir. Geyir ki, getsin. Sonra, Rüstəm bəy. Acıqlı və ucadan. Məhəmməd Əli, sənə ant verirəm atavını görürəm, məndən əl çək. Mirzə Məhəmməd Əli başmaqlarını geyir, getsin. Zəhra bəyim, Məhəmməd Əliyə, bala, Məhəmməd Əli, bir dayan, bir getmə. Zəhra bəyim qalxır ayağa, qoltuğunda bir baya çıxardır, gedir Məhəmməd Əlinin dalıyca. O da qolaq verməyib gedir Zəhra bəyim yenə gəlib oturur yerində və bayazı qoyur qoltuğuna. Səməd Vahid yazıya məşğul olduqda İçəridən uşaq ağlamağı eşidilir. Bu hissəyə diqqətli olun. Səməd Vahid əlində qələm durur, gedir qapıya tərəf və hirsli. Çocuk ağlamasın. Ben her şey yazıyorum. Ben şiir yazıyorum. Gəlib oturur. Elə həqiqətən də bu Səməd Vahidin dilin başa düşmək olmur. Mirzə Məhəmməd Əli düz deyir. Gəlib oturur yerində və Rüstəm bəyə. Dadaş, ədəbiyyatdan lazımsa nümunə olaraq bir şiir deyim yaz lüğətə. Demək, biz əvvəl də görürük ki, Rüstəm bəy uşaqlara sakit olun, lüğət yazıram deyirdi. Burada da Səməd Vahiddə uşaqlara çığırır ki, mən şiir yazıram. Rüstəm bəy, nə eybi var, amma bu şərtlə acıq olsun. Yoxsa doğrusu mən sənin dilini qanmıram. Demək, bu qardaş da deyir ki, Səməd Vahidin dilini qanmıram. Mirzə Məhəmməd Əli deyirdi, Rüstəm də deyir. Səməd Vahid kağızlarını əlləşdirir və bir yerdən şairanə oxuyur. Bu hissəni bilin və eləyib çönüb gedir və öz stolunu tərəf. O dili mən özüm qanmıram ki, lüğətə də yazım. Səməd Vahid durur ayağa və kağızlarını yığışdırır ki, yetsin. Dadaş, mən söylədiyim Faustdan türk əlindən tərcümədir. Demək, bunun dediyi şeir Faustdan yazılmışdı. Bizim, yəni öz şeiri deyil. Bizim müəllimlər bunu indi bu saat məktəblərimizdə balaca çocuklara öyrədiyorlar. Sən ki bunu qanmıyorsan, sanayi nəfsindən bibəhrə olmağını müşahidə ediyorsun. Zənnindəyim, əfəndim. Səməd Vahid acıqlı və kağızı qəfəsinin içinə atıb durur, gedir. Rüstəm bəy təəccüblü baxır onun dalıyca. Zəhra bəyim durur ayağa, bayazının qoltuğunda çıxarır və Səməd Vahidin dalıyca. Bala, bir dayan. Bala, bir dayan. Səməd bala, bir dayan. Rüstəm bəy də kağızlarını yığışdırır və acıqlı hazırlaşır çıxıb getməyə. İndi də Zəhra bəyim bayazını buna səs tutub yalvarır. Rüstəm, ayaqlarının altını tutun. Bir dayan. Bala, bir dayan. Bir kitaba bax. Yəni, heç bir analarına əhəmiyyət vermirlər. Rüstəm bəy acılı. Ana, sən Allah əl çək. Rüstəm bəy də çıxıb gedir. Zəhra bəyim qalır ortalıqda, əlində kitab. Bu oldu birinci məclis. Sabah Ağalan anamın kitabının artıq birinci məclisini bitirdik. İkinci məclisdən davam edək. İkinci məclisi oxunması tövsiyə olunan 7 əsər içərisində var. PDF-dən oxuya bilərsiniz. PDF-i əldə etmək istəyənlər WhatsApp-dan mənə əlaqə saxlayır. PDF-i yönəldərəm sizə. Baxın əsərin təhlilinə. Artıq ikinci məclisin əvvəlində məclis əhalisi haqqında məlumat var. Birinci məclisdə də oxumuşduq. Orada birinci məclisdə iştirak edənlərin məlumatları idi. Artıq burada yerdə qalan məclislərə aid nə ki obrazlar var ki, onlar haqqında olan məlumatlardır.
Zəhra bəyəm ana bildiyimiz kimi 60 yaşında, Rüstəm bəy onun böyük oğludur, intelligentdir, 40 yaşında. Mirzə Məhəmmədəli onun ikinci oğludur, bu da elmi ilahi dərslərlə məşğuldur, 35 yaşındadır. Səməd Vahid onun üçüncü, yəni sonuncu oğlu, türk dilli müəllimidir, 30 yaşında. Türkiyədə təhsil almışdı bu da. Mirzə Həsən Rüstəm bəyin dilmanızıdır, 30 yaşında. Səlimə xanım müəllimədir, bunu birinci məclisdə demişdim sizə, 25 yaşında. Rüstəm bəyin həyat yoldaşının, belə deyim, rəfiqəsi, Zivər xanımın rəfiqəsi. Məşədi Cəfər ərizə sahibidir, qoca kişidir, 40 yaşındadır, ikinci hambal, bunlar hamballardır, orada olanlardır. Gülbahar Zəhra bəyimin belə deyək də, qızı sonuncu övladıdır və Gülbaharın təhsili var, müsəlmanca təhsil almışdır. Testdə düşə bilər ki, Gülbaharın təhsili yoxdur, yox var. 20 yaşındadır bu da. Zivər xanım Rüstəmin həyat yoldaşıdır, Rusca təhsil almışdır 25 yaşında. Rüstəmin özünün 45 yaşı var, amma Zivərin, daha sonra 40 yaşı var, Zivərin 25 yaşı var. Teymur bəy dəftərdardır. Cəmiyyət-i Xeyriyyə Məclisində bunun pafqasından çıxır da bütün məsələlər. Mirzə Zeynal millətpərəstdir, Batistə düşür dəftərlər kimdir, Mirzə Zeynal kimdir, millətpərəstdir. Aslan bəy mal həkimdir, Rüstəmin irəli sürdüyü damat adayıdır, 30 yaşında. İsmail ağa Cəmiyyət-i Xeyriyyənin üzvüdür bu da. Yəni burada ümumiyyətlə burada olan obrazların hamısı ikinci məclisdə Cəmiyyət-i Xeyriyyədə iştirak edirlər həmin iclasda. Amma hamısı danışmır. Daha sonra gələcək burada İsmail ağanı dedik. Münəvvər xanım var ki, onun qızıdır, yəni İsmail ağanın qızıdır, 20 yaşında, burada danışmır. Hüseyin Şahid var ki, Səməd Vahidin damat adayıdır, burada türk dilli müəllimidir, 30 yaşında. Mirzə Baxşəli də Mirzə Məhəmmədəlinin irəli sürdüyü damat adayıdır, bu da elmi ilahi müəllimidir, 35 yaşında. Qəmbərdir, Qurbandır, Zamandır, bunlar da çobanlardır. Qurbanla Zaman çobandır, amma Qəmbər çobanların başçısıdır. Yəni sərkarı çobanların başında duran. Senzor Mirzə Cəfər bəy var ki, bura 45 yaşındadır, polis məmurları var, yenə 3 nəfər fəqir, birinci hambal, ikinci hambal, bunlar da digər epizodik obrazlar hesab olunur. Baxaq indi əsərin oxunuşuna, təhlilə. İndi bir-bir məzmununu oxuyacağam. İkinci məclisdən başlayaq. İkinci məclis Rüstəm bəyin zal otağında başlayır. Ortalıqda uzun stul, ətrafında sandalyalar, üstə əyləşiblər. Bir də bunun səsini alım. Cəmiyyət-i Xeyriyyə üzvləri başda Rüstəm bəy ki, Cəmiyyət-i Xeyriyyənin sədridir. Onun sağ tərəfində Zivər xanım, sol tərəfində Teymur bəy ondan savayı əyləşiblər. Mirzə Zeynal millətpərəst, Səlimə xanım müəllimə, bir dəqiqə, Aslan bəy, İsmail ağa, Münəvvər xanım, Səməd Vahid, Hüseyin Şahid, yanında məktəb şagirdi, fəsli. Kənarda diz üstə əyləşiblər. Mirzə Məhəmmədəli, Mirzə Baxşəli yanında bir məktəb şagirdi, börçlü. Qapının yanında 3-4 nəfər fərqli qeyri adamlar ki, ayaq üstə durub iclasa tamaşa edirlər. Otağın küncündə cəmaət görükməyən yerdə pərdə dalında Zəhra bəyim və Gülbahar oturub. Məclisə nəzər eləyirlər. Üzvlərin hərəsinin qabağında bir vərəq, ağ kağız və qələmtəraş, sədrin qabağında zəng adamların çoxu papiros çəkir. Xeyriyyə cəmiyyətinin sədri Rüstəm bəydir. Həm Rüstəm bəy məclisi açır və sonda bağlayır. Rüstəm bəy, Qospodo, yəni demək istəyir ki, cənablar, iclası açıq elan edirəm. Mirzə Zeynal. Dedik Mirzə Zeynal kim idi? Mirzə Zeynal millətpərəstdir və burada etiraz eləyəcək ki, hər kəs ana dilində danışsın, yəni müsəlmanca danışsın. Mirzə Zeynal durur ayağa və yumruğun silkəliyə acıqlar. Ağalar, ana dilindən başqa burada özgə dil danışmaq olmaz. Ana dili, türk dili. Cəmaət çəpik çalır. Zivər xanım ruslu deyə buna sərf edəmir də, danışa bilmir. Burada rusca bəzi ifadələr işlədir, burada yazılıbdır aşağıda. Deyir, başa düşmürəm cənablar, bu nə vəhşidir? Bunu Zivər xanım deyir. Qoy kim hansı dildə yaxşı bilirsə, yəni Mirzə Zeynala deyir, o dildə danışsın. Burada nə var ki? Bunu Zivər xanım dedi, mənim də xoşum gəlmir bu Zivər xanımdan. Mirzə Məhəmmədəli haqq buyurur, Mirzə Zeynal. İslam məclisi hara, Rusca hara. Burada demək Mirzə Zeynalın sözünü qüvvətləndirən kimdir? Mirzə Məhəmmədəli. Bu da niyə? Çünki Zivərin zəhləsi gedir də.
Qalan üzvlərdən bəzisi deyir eybi yoxdur, bəzisi deyir olmaz. Rüstəm bəy zəngi çalır. Ağalar, mən təkid edirəm ki, hər kəs ki mümkündür müsəlmanca danışsın. Demək, Rüstəm hamının müsəlmanca danışmağını istəyir, onun tərəfdarıdır. Çünki burada rus dili bilməyənlər də var. O ki, birisi müsəlmanca heç danışmaq bilmir, onda dəxi nə çarə nədir? Mirzə Baxşəli, Rüstəm bəy, bağışlayınız Rüstəm bəy. Birisi ki, müsəlmanca bilmir, dəxi bu məclisdə onun üzvü olmağa nə haqqı? Bunu deyən Mirzə Baxşəlidir. Yəni, Mirzə Məhəmmədəlinin damat iləri sürüyü dostudan damat adayı. Zivər xanım, Qosporo Takneziya, burada Ruslan bəzi ifadələr işlədir. Yəni, cənab Allah xətrinə belə mühakimə olmaz. Bunu yenə Zivər xanım deyir. Mirzə Zeynal yenə millətpərəst ayağa durur və ucadan. Biz dübarə təvəqqə edirik sədr cənablarından ki, rusca danışmağı bilməlidir, yəni bir dəfəlik qadağan eləsin. Yenə səs-küy qalxır, yenə Rüstəm bəy zəngi çalır, cəmaət sakit olur. Rüstəm bəy Teymur bəyə. Xub Teymur bəy. Poveskada yazılan vaprosları oxu, cəmaət eşitsin. Teymur bəy. Teymur bəy kim idi? Dəftərdar idi. Paxpadan bir kağız çıxardıb oxuyur. Əvvəlinci, yəni birinci məsələ. Bax, bu məsələlər testə düşür. Birinci məsələ il hesabı, təsdiqi məsələsi. İkinci məsələ məktəb proqramı barəsində. Üçüncü məsələ adların ərizəsi barəsində. Ümumiyyətlə, buna heç baxılmayacaq. Dördüncü məsələ isə elmi ilahi dərslər barəsindədir. Rüstəm bəy durur ayağa. Demək, hansı məsələlər oldu? İl hesabı, daha sonra məktəb proqramı, daha sonra adların ərizəsi və elmi ilahi dərslər. Bu da elə imaye kimi yadda saxlaya bilərsiniz. Elmi ilahi dərslər. Rüstəm bəy, həzarət, il hesabı barəsində keçən il Zasediyada bir qədər raznoresiya oldu. Bu da o barədə idi ki, Smetanın bir para punktlarından bir qədər təvafüt görsəndi və özgə cürdə ola bilməzdi. Burada Rüstəm yarı Azərbaycan, yarı Rusca danışır. Bunun bu sözlərini düzəldən olacaq. Burada Mirzə Zeynaldır. Səbəb bu ki, mədaxil oldu, məxaric oldu. Onun bəzi yerlərini biz məhz Pripzitelno təyin edirik. Kimin barədə sözü var, buyursun, Aslan bəy danışacaq. Gülbahar diqqətlə baxır. Çünki Aslan danışır da. Axı Gülbahar demişdilər ki, pərdənin arxasından durarsan, bu oğlanlara tamaşa edərsən. Hansına xoşun gəlir, ərə gedərsən. Aslan bəy, heç də belə deyil. Demək, birinci məsələ müzakirə olunur. Bağışlayasınız, Zakon bu sosiyaları tamamən predismatret eləyibdir. Burada Gülbaharın niyə bunlardan xoşu gəlmir, bu üç dənə oğlandan? Çünki bunların danışığının heç biri buna aydın deyil, başa düşmür. Əgər raznoresiya elə bir sosiyada oldu ki, onun mədaxil cərgəsində olan punktlar düz gətirmədi və o vədə simetri statiyaları o qədər Sokratit edirlər ki, il axırında hesab düz gəlir. İl axırında hesab düz gəlir. Cəmaatın bir neçəsi gülür, bir neçəsi çəpik çalır. Gülbahar neçə dəfə əsniyir, bəlkə yuxusu gəlir. Demək, bunların söhbəti Gülbahara yaddır da, Gülbahar yuxulur, heç vecinə deyil. Mirzə Məhəmmədəli Mirzə Baxşəli başlarını bulayır. Rüstəm bəy zəngi çalar. Dərhal bu barədə yenə sözü danışan varsa desin. Bir səs gəlmir. Demək, Aslan bəydən sonra çıxış eləyən olmadı. Xub, kağızları aralayır. İkinci məsələ məktəb proqramı barəsindədir. Məlumdur ki, keçən həftə revizyon yanaya komisiya, Mirzə Zeynal, təftiş komissiyası. Yəni, bu sözün mənası təftiş komissiyası mənasındadır. Mirzə Zeynal burada düzəldir Rüstəmin sözlərini. Keçən həftə təftiş komissiyası məktəb proqramı barədə irad tutdu ki, güya proqramlara necə ki lazımdır, diqqət olunmur və dərslər bir növ süst keçir və ikinci klassda, yəni sinifdə. İndi Mirzə Baxşəli düzəltdi. Demək, Rüstəmin bu rusca dediyi sözləri tərcümə edən, düzəldən kimlərdir? Mirzə Zeynal'la Mirzə Baxşəli. Rüstəm bəy, ikinci sinifdə ədəbiyyat dərsləri nəhayət çətinləşib və bizim öz milli Azərbaycan dilimiz bilmərdə nəzərdən salınıb. Keçən Zasediyada müəllim cənablarından xahiş olunub ki, bu barədə cəmaatın arzusuna hörmət qoyuban
Məsələni mümkün dərəcədə nəzərə diqqətə alsınlar. Hüseyn Şahid cənabları danışmaq istəyir. Gülbahar qulaq asır Hüseyn Şahidə. Demək, birinci damat adaylarından da Aslan danışdı. Birinci məclisdə, ikinci məclisdə isə Hüseyn Şahid danışacaq. Hüseyn Şahid durur ayağa. Möhtərəm əzai əncümən həzrətlərinə öz ixlasını təqdim edib, mətləbin ən ibtidaisindən bir şəmmə izahat verməyi fərz və qərz bilib, iltimas ediyorum, əfəndim. Arkadaşlar, şimdi hepimiz Tanrımızın buyruğu ilə işte köyümüzdə torpağa borcunu ödəməkdən qaçacaq bir tək kişi olmaz. Onu hay cift sürərkən tər olaraq əlimizdən dökmüşüz, yetər. Zəhra bəyim, Gülbahar, qızım, bu adam nə danışır? Gülbahar cavab vermir və mürgülüyürdü. Burada Zəhra bəyim də başa düşmür, Gülbahar deyir ki, bunlar danışır. Amma Gülbahar cavab vermir. Mirzə Məhəmməd Əli hirsli cəmaata, ay balam, hələ biz başa salan görək, niyə çəpik çalırsınız? Rüstəm bəy kağıza aralayır. Ağalar, qaldı ki, iki məsələ. Biri elmi ilahi dərslər barəsində, bir də acların ərzəsi. Elmi ilahi barəsində uşaqların bir parasının ataları tərəfindən ərizə gəlib ki, məktəbin 3-cü sinifində müəllim cənabları ki, ibrət olsun. Mirzə Baxşəli və mənim kiçik bəradərimin qardaşım Məhəmməd Əlidən oktyabr ayında xüsuf və küsuf dərsləri xüsuf və küsuf barəsindədir. Yəni, bu ayın və günün tutulmağı barəsində bir müalicə başlayıblar ki, indi 4 aydır ki, həmin küsuf və xüsuf dərsləri nəinki azalmır. Hələ də 6 ay bundan sonra da qurtarmayacaq. Yəni, burada demək istəyir ki, bu xüsuf və küsuf dərsləri verilən vaxtda bitmir. Oktyabr ayından başlayıb və hələ də bitmir. Hər 4 ay olur ki, bu dərs qurtarmır. Get-gedə 6 ay kimi çəkəcək. Yəni, verilən vaxtda bitmir dərs. Yorucu dərslərdir, bezdirici dərslərdir. Mirzə Baxşəli burada başlayır. Xeyr, ağa, elə deyil. Əhv buyurursunuz. İndi ki, dərslər məhz xüsuf və küsuf barəsindədir. Yəni, valideynlərin bəziləri şikayət edir ki, bu dərslər yorucudur, uşaqlar çatdıra bilmir və 4 ay ki, proqram bitməyib və get-gedə uzanır. Hələ 6 ay bundan sonra da qurtarmayacaq. Daha sonra, xüsuf və küsuf barəsindədir ki, 4 aydır ki, oxunur. O ki, qaldır xüsuf dərsləri, bəli, həqdir. Bir 6 ayda küsuf dərsləri təhvil olunmalıdır, təhsil olunmalıdır. Yəni, 4 ay küsuf dərsləri olacaq, xüsuf dərsləri olacaq, 6 ayda küsuf dərsləri olacaq. Yəni, ayın və günün tutulması. Rüstəm bəy Mirzə Baxşəliyə zəngi çala-çala. Cənab Mirzə, məni bağışlayasınız. Xahiş edəcəm, sözümü qurtarmamış, sözümü kəsməyiniz. Bəli, heç eybi yoxdur. Danışmaq istəyirsiniz, izahat verirsiniz. Amma xahiş olunur, bəyanatınızı müxtəsər söyləyərsiniz, qısa. Demək, burada Rüstəmin sözünü kəsən kimdir? Mirzə Baxşəli. Mirzə Baxşəli durur ayağa və əlində bir yekə dərindən cild köhnə müsəlman kitabı Gülbahar diqqətlə qulaq asır. Əzai giramdan üzr istəyirəm ki, zeyildə mərzi-i mühəqqərim əyan büzür cüvarın dərdi sərinə şayət səbəb ola. Ağama ərz olsun ki, elmi ilahi dərsləri, elmi nücum dərsləri, heyət dərsləri və xülasətül hesab dərsləri məktəb proqramında necə ki, şaistə və əlzəmdir, arayış olunmayıb ki, aya xüsuf və küsuf məsələləri bu saydığımız fünunun hansının birisinin dairəsində təhsil olmasıdır. Və fövq zikir fünun hansı müəllimin öhdəsində və təhti cavabdehiliyindədir. Cəmaat və üzvlərdən çoxu mürgülüyür. Bunlar sözdən başa düşmək olmurlar. Yəni, yatırlar. Zəhra bəyim və Gülbahar da mürgülüyür. Mirzə Baxşəli, Mirzə Məhəmməd Əliyə. Buyur, ağa, növbət sizindir. Mirzə Məhəmməd Əli durur ayağa. Fəsl nözdəhüm dər bəyanı küsuf və xüsuf, yəni günün və ayın tutulmağı. Teymur bəy, mənim qanacağıma görə bu qədər təfsil verməyin lüzumu yoxdur. Mirzə Məhəmməd Əli hirsli və can, necə yəni lüzum yoxdur? Cəmaat içində danışır, düşür, bir neçəsi deyir, lüzum yoxdur, bir parası deyir, lüzum, qoy sözünü desin. Rüstəm bəy zəngi çalır və kağızı alır əlinə. Cəmaat, xahiş olunur, acılan ərzələrə qulaq verəsiniz. Ərzə Müsəlman Cəmiyyəti Xeyriyyəsinə Məşədi Cəfər Usta Mehdioğlu tərəfindən ərzələ yazılıb ki, mən qoca və şikəst adamam və 12 nəfər külfətim var. Aha, demək, acılan ərzəsinə baxalım. Bir dəqiqə, aha, şikəst adamam və 12 nəfər külfəti var.
Yomiyə çörəyinə möhtacıq. Cəmiyyət xeyriyyədən 5-10 manat çörək pulu istəyirik ki, nə qədər canımız sağdır, sizə duaçı olaq. Hamı ərzə sahibi Məşədi Cəfər yeriyir. Ərzə sahibi Məşədi Cəfər yeriyir, cəmaatın içinə və ağlaya-ağlaya pul istəyir. Rüstəm bəy, ağalar, bu barədə sözü olan danışsın. Teymur, mən elə bilirəm ki, cəmiyyət xeyriyyə bu məsələyə indi əl vura bilməz. Bunu deyən Teymurdur. Səbəbi də özü deyir. Səbəb budur ki, keçən iclasda azlanan ərzlərə kifayət verilmədi. Demək, keçən iclasda da azlanan ərzəsinə baxılmadı. Və verilməməyinin səbəbi budur ki, cəmiyyətin sandığında olan pulları Zaposnoy tonda qoymaq söhbəti ortaya qoyulub. Demək, keçən vaxtda bunların ərzəsinə baxılmayıb, bəhanə olunub ki, pul yoxdur, indi də. Rüstəm bəy, belə olan surətdə azlanan ərzənə bugünkü məclisdə müzakirə qoymaq olmayacaq. Azlar ağlaşır, Zivər xanım durur gedir, Məşədi Cəfərə bir gümüş pul verir. Demək, Məşədi Cəfərə pul verən kimdir? Zivər xanımdır. Zivər xanım, doğrusu mənim bu kişiyə yazığım gəlir. Kakoy onu yaki. Qapıda görsənir qəmbər qurban zaman. Qurbanın və zamanın hərəsinin bir əlində uzun çomaq, bir əlində dəsmal bağlaması. Qurban azlanın ağlamağına diqqət salır və deyir, abalam, niyə ağlayırsınız? Məşədi Cəfər, ay qardaş, valla acım, 3 günü əlimizə çörək dəyməyib. Bunu eşidən qəmbər qurban və zaman bağlanan birini açırlar və 3 nəfər acıların hərəsinə bir çörək və çörək üstə yağ qoyub verirlər. Acılar, ay qardaşlar, Allah sizə kömək olsun, Allah tanrıza rəhmət eləsin. Zaman, canı olsun qardaşlar, doyunca yiyin. Doymasanız yenə verərik. Cəmiyyət durur ayağa və acıların yeməyinə tamaşa edir. Gülbahar da diqqətlə baxır çobanlara və burada Gülbaharın xoşuna gəlir. Rüstəm, Qaspoda, yəni məclisi bağlı elan edirəm. Yəni, burada müəllif demək istəyir ki, ikinci məclis bitdi. Müəllif burada qeyd edir ki, yəni, o qədər dünya görüşlü olasan, qıraqda, yəni xarici ölkələrə təhsil alıb gələsən, amma və o qədər bu məclisdə yığılan ziyalılar var da, nə qədər. O qədər ziyalıların heç biri acı bir az olan insan doyuzdura bilmir, amma qoyunun qırağından çıxıb gələn bir insan heç olmasa bir nəfər doyuzdura bilir. Yəni, müəllif burada bizə çatdırmaq istədik nədir? Ziyalı olsan da belə öz ölkənə, öz vətəninə, öz millətinə heç bir faydan, heç bir xeyrin yoxdur. Müəllif bunu bizə çatdırmaq istəyir. Rüstəm bəyin kabineti 3-cü məclis. Zəhra bəyin və Gülbahar oturublar öz yerlərində. Qapıda durublar qəmbər, qurban və zaman. Qəmbər, xanımlar, biz məhdər qaldıq. Bilmədik bu mal həkimdən qoyunlara dava olacaq ya yox, Aslan bəy deyir. Gülbahar, niyə girib soruşmursan? Xanımcan, bilmirəm harda olur. Rüstəm dadaşım bilər. Niyə tələsirsiniz? Gözləyən gəlsin, soruşun. Xanımcan, qoyunlardan nigaranıq. İndi nə eləyəcəksən? Qoyun sürüdən yox olanda nə eləyirsiniz? Xanımcan, bizim qoyunçuluq bir tərəfdən gözəl peşədir. Həmişə gəzdiyimiz və yaşadığımız yerlər, çəmənlər, laləli və çiçəkli dağlar, daşlar, içdiyimiz nədir? Bulaq suları və pak qoyun südü. Amma bu heyvanın yox olmağı üzlənərək elə bir dərddir ki, elə bir külfətdən bir övlad yox olub. Gülbahar, yəni çoxmu dərd eləyirsiniz? Xanımcan, elə olur ki, ağlayırıq da. Çünki söz bir qoyunun qiymətində deyil, 3 ya 5 manatdır. Amma deyəndə ki, boz qurmura kərə yoxdur, elə bilirik ki, bu boz qurmura kərə bizim qardaşımız idi. Yəni ki, bizə bir əziz yoldaşımız idi. Xanımcan, and olsun Allaha, keçən ay sarı əbrək kərəni canavar dağılanda zaman bir gün axşama kimi tütək çaldı, mən axşama kimi bayatı deyib ağladım. Qoyuyla gözünün yaşını silir. Gülbahar dəsmalı basır gözünə, girir içəri otağa. Rüstəm bəy çöldən girir içəri, Zəhrabəyim də gedir içəri otağa. Rüstəm, Qəmbər, hələ buradasınız? Ağabey, elə davadan ötürü qaldıq. Bilmədik mal həkiminin qoyunlara dav olacaq ya olmayacaq. Rüstəm, niyə gidib soruşmursunuz? Mal həkimin evi bazar başında Kərvansanın yanında. Hacı Qasım bəyin evindədir. Demək, hansı tərəfdədir? Hacı Qasım bəyin evindədir. Get hambaldan zaddan soruş, məəttəl olmayın, gedin. Qəmbər və çobanlar çıxırlar. Rüstəm bəy yazıya məşhur olur. Çöl qapıda girir içəri Mirzə Məhəmmədəli. Dalınca hambal. Mirzə Məhəmmədəli gedir kitablarını yığışdırır, sandığa ki, versin hambala. Zəhrabəyin qorxa-qorxa başını qapıdan uzadır içəri və Mirzə Məhəmmədəlinin yığışmağını görəndə gəlib durur onun yanında. Zəhrabəyim, abbala,
Bunu hara yığdırırsan? Mirzə Məhəmməd Əli cavab vermir. Bax, burada cavab vermir və kitablarını yığmaqla məşğuldur. Olmaz, olmaz. Deyəsən buradan köçmək istəyirsən? Qoymanam. Özümü öldürürəm. Qoltuğunu eşələyir və bayazı çıxardır. Olmaz, köçmək olmaz. Siz burada hamınız bir yerdə yazılmışsınız. Ayrıla bilməzsiniz. Yoxsa vallah bağrım çatlar. Üzünü çöndürür Rüstəm bəyə. Rüstəm bala, qoyma getsin. Burada hamınız bir yerdə yazılmışsınız. Qoymanam ayrılasınız. Əhrabəyim, Səməd Vahidə. Səməd bala, nə qayırırsan? Niyə bunları yığışdırırsan? Yoxsa sən də köçmək istəyirsən? Bu evim yıxıldı. Aman Allah. Mənim başıma küçələnsin. Allah məni öldür. Ağlaya-ağlaya içəri girir. Mirzə Məhəmməd Əli və Səməd Vahid Zəhra bəyimə qulaq verməyib yığışmaqdadırlar. Bu heyində çöl qapıdan girir içəri Senzor Mirzə Cəfər. Demək, Senzor Mirzə Cəfər nə vaxt gəldi? 3-cü məclisdə. Yanında bir neçə polis məmuru və 2 nəfər polis fərraşı. 3 qardaş çəkilib dururlar öz yerlərində. Hamballar çəkilir kənara. İçəri otaqdan qapının arasında Gülbahar baxır və çöl qapıdan Qəmbər baxır. Senzor, Həzarət, hökumətin qərardadı möcibincə biz təyin olunmuşuq ki, burada 3 qardaşın, yəni papqasından bir kağız çıxarıb baxır. Rüstəm bəy, Mirzə Məhəmməd və Səməd Vahidin mənzilini axtaraq, kitabxanalarını müayinə edək, siyahıya götürək, məzmunlarını bilək və hökumətə çatan bəzi şaiatı təftiş və təhqiq edib, bu barədə bəratülqövl yazaq və hökumətin baş senzorxanasına pişnəhat edib, bizə müəffəl olunan məmuriyyəti sədaqətlə yerinə yetirək. Burada olan əxşasdan xahiş olunur ki, nə bir yerə tərpənsinlər, nə də buraya bir sair adam qoysunlar. Rüstəm bəy, bəli, nə sözümüz ola bilər? Mirzə Məhəmməd Əli, ixtiyar sahibisiniz. Səməd Vahid, şayət belə icazə ediblər. Rüstəm və Senzor, cənab Rüstəm bəy, Mirzə Məhəmməd Əli və Səməd Vahid, kağıza baxa-baxa, xahiş edirəm familiyanızı da buyurasınız. Rüstəm bəy Əbdüləzimov, yəni hamısının öz soyadı özlərinə uyğundur. Mirzə Məhəmməd Əli Xələfi mərhum Ağa Əbdüləzim, Səməd Vahid Əbdüləzimzadə-i Səməd Vahid. Senzor, xub, sizdən gərək pünhan olmaya ki, sizin bir para bədxahlarınız hökumət nəzərində sizi belə qələmə veriblər ki, siz 3 qardaş söz bir və həmfikir olmuşsunuz ki, əvvəla Rusiya İslamlarını Türkiyə dövlətinə tərəf çəkib, İttihad-ı Müslimin cəmiyyətinə iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda əmələ gələn Hübbi Vətən və Ədəmi Mərkəziyyət firqəsinin amalı yolunda çalışmaqdasınız ki, bir tərəfdən Qafqaz Azərbaycanını, digər tərəfdən İran Azərbaycanı ki, ibrət olsun. Təbriz, Tehran, Gilan, Osmanlı və İran Kürdistanı, Urmu və qeyrilərə bu vilayətləri bir-birinə ilhaq edib müstəqil Azərbaycan hökuməti əmələ gətirəsiniz və sairsən bu fikirdən də uzaq deyilsiniz ki, müsavət və hürriyyət əsaslarını kəndli və əhli kəsəbə içində müntəşir edirsiniz ki, mil yuxudan olan cəmaət hökumətin əsarət zəncirini qırıb özləri üçün bir nicat yolu tapsınlar və həmin niyyətlərinizi əmələ gətirmək yolunda lazım mətbuat cəm eləyib qələm ilə çalışmaqdasınız. Məhz bu səbəbdən siz 3 qardaşın cəmi kitablarını bu saat gərək təftiş edək. Cənab Rüstəm bəy, əvvəl siz öz kitablarınızı nişan verəsiniz. Demək, Senzor Mirzə Cəfər deyir ki, yəni müstəqil Azərbaycan hökuməti ideyasını irəli sürürsünüz, yəni 3 sənə qarşı ittiham eləyir və buna görə bunların kitablarını yoxlayır. Rüstəm bəy öz kitablarını nişan verir. Senzor bir-bir kitabları çıxardır. Açıb baxır və polis məmuru oturub Senzor baxdığı kitabları siyahı edir. Senzor ruscada, müsəlmancada oxuyur. İndi kitabların adlarını oxuyur da, burada rus dilində lüğət. Rüstəm bəyin kitabları qurtarır. Senzor, buradakı kitablar tamam oldu. Dəxi bundan savayı bir yanda kitabımız varsa nişan veriniz. Bir dəqiqə. Xeyr, dəxi bundan savayı mənim kitabım yoxdur. Xub, bunlar cəmisi rus lüğətləridir. Bunlardan bizim üçün bir mətləb hasil olmadı. Bunları yığışdırın, qoyun yerinə. Pəs sizin müsəlman kitabınız məgər yoxdur? Xeyr, yoxdur. Heç biri də, heç yarısı da. Senzor Mirzə Məhəmməd Əliyə. Cənab Mirzə Məhəmməd Əli,
Şayət siz ittiham üsülmünç məşqinə düşübsünüz ki, İran və Rusiya Azərbaycanlılardan bir müstəqil hökumət əmələ gətirirsiniz və bu qəsd ilə qardaşlarınız ilə bir ittihad bağlamısınız. Xahiş edirəm, siz də öz kitablarınızı nişan verəsiniz. Mirzə Məhəmməd Əli hər iki əli ilə kitab sandığını nişan verir. Ağa, buyura bilərsiniz. Bu da mənim kitablarım. Senzor bir kitabları alır əlinə, baxar. Xub, bu nədir? Bu nədir be? Bəli, kitab dərbəyanı küsub külli, yəni günün tamam tutulmağının duaları. Polis məmuru yazır. Kitab dərbəyanı əhval küsub cüzi, yəni bu günün yarımçıq tutmağının əhvalatı. Polis yenə yazır. Vəssalam, dəxi kitabınız yoxdur, Mirzə Məhəmməd Əli. Xeyr, ağacam, dəxi bunlardan savayı kitabım yoxdur. Bağışlayasınız, sizin sənətiniz nədir, Mirzə Məhəmməd Əli? Mən də xüsuf və küsuf duası yazıram. Özüm də Cəmiyyət-i Xeyriyyənin elmi ilahi müəllimiyəm. Yəni öz dilindən də eşitirik ki, müəllim olduğu boynuna alır. Daha sonra gələcək senzor Rüstəm bəy və Mirzə Məhəmməd Əli hökuməti əleyhinə politikasına xətər yetirən məktəblər sizin ikinizin də kitablarına tapılmadı. Yəqin ki, olsa Səməd Vahid cənablarında olacaq. Səməd Vahidə. Yəqin sizin kitablarınız bunlardır. Səməd Vahid. Bəli, ağa. Senzor bir kitab götürüb oxuyur. Zavalının işi çoxdur, zaman bulub gələməz. Gedib də söyləməmişsə, nə haldasan biləməz. Aha. Mirzə Məhəmməd Əli. Pəhpəh, ləzzət apardıq. Demək, bu hamısı şeirdir. Evet, hepsi əşardır. O bir kitabı götürüb oxuyur. Köksündə qalqar, topuqdan salqar, kəndini içə saqın, içə çəngələ taxar. Güc ilə əgər misri, var o pəhləvanların qüsuru. Demək, senzorun da dilindən şeir eşitirik burada. Səməd Vahidin şeirini oxuyur. Senzor, bunlar da deyəsən hamısı şeirdir. Səməd Vahid, evet. Mirzə Məhəmməd Əli başını bulayır. Senzor, bağışlayasınız, pəs sizin sənətiniz nədir? Səməd Vahid, mən özüm şairəm. Kəndim də Cəmiyyət-i Xeyriyyə məktəbində elmi qafiyə dərsi deyiyorum. Mirzə Məhəmməd Əli, Allah bərəkət versin özünə. Senzor üzünü polis məmuruna və fərraşlara tutub, xub, biz getməli olduq. Həzarət, bəndən bir saat bundan əqdəm sizin üçünüzün də barəsinə bir özgə xəyalda edim. Amma kitablarınızı görəndən sonra dəxi indi fikrimi bilməlidə dəyişdim. İndi nə fikirdəyəm? O da qalsın mənim yanımda. Yəni, öz fikrini demir. Lakin özümə fərz bilirəm, hökumətə ərzə hal edib, sizi ümməyi dövlət yanında ən səlamət və zərərsiz bəndələr cümləsinə hesab edəm. Məni əfv buyurasınız və səlamət qalasınız. Senzor polis məmuru və fərraşlar çıxıb gedirlər. Rüstəm bəy, Mirzə Məhəmməd Əli və Səməd Vahid xoş gəldiniz. Onlara birdən sağollaşırlar. Qardaşlar başlayırlar kitablarını yığışdırmağa. Rüstəm bəy kitablarını şkafa düzdüyü yerdə birdən üzünü çöndərir qardaşlarına və qahqah çəkib başlayır gülməyə. Mirzə Məhəmməd Əli, Səməd Vahid təəccüblə baxırlar Rüstəm bəyə. Bir dəfə də uğunub güləndən sonra Rüstəm bəy qardaşlarına deyir: Rüstəm bəy, hələ indiyə kimi xalq bir şeyi başa düşmür. İndiyə kimi xalq deyirdi, mərhaba Əbdüləzimin oğlanlarına. Maşallah, biri Peterburqda elm təhsil edib, biri İstanbulda, biri Nəcəfül Əşrəfdə, üçü də maşallah oxuyub alim olub. Amma bundan sonra bunun ağızlarında söylənəcək ki, haman üç alimlərin biri Mirzə Məhəmməd Əliyə işarə edir, xüsuf və küsuf duası yazır, biri Səməd Vahidə baxır. Məfailün, fəaliyyətün, biri də özünə baxır. Vallahi mən özüm də başa düşmürəm ki, mən nəçiyəm, qahqah çəkib gülür. Mirzə Məhəmməd Əli, cənab Rüstəm bəy, əksər üləma və fözəldən mütəvatir rəvayətdir ki, əl-qəhqəhətü minəş-şeytan, yəni bilirsən bunun mənası nədir? Biraz dayanır. Bilmirsən təfsir edim. Bunun mənası budur ki, qahqah çəkib gülmək şeytanın sənətidir. Məşhur olur kitabları yığdırmağa. Rüstəm bəy Mirzə Məhəmməd Əli, Mirzə Məhəmməd Əli, biz də biədəb özünsən, sənsən, burada artıq bir-birini qırırlar. Bəradərlərim, nə qovğa, Səməd Vahid deyir. Və Zəhra bəyim girir içəri və qoltuğunda bayazı çıxarıb tutur gah Rüstəm bəyin qabağına, gah Mirzə Məhəmməd Əlinin qabağına. Bunlar da Zəhra bəyimi itələyib deyirlər, sən də cəhənnəm ol başımızdan öz analarına.
İkisi də öz övrətinin kitabını tullayırlar, vərəqələr dağılır. Gülbahar və Qəmbər çobanlar tökülürlər içəri. Mirzə Məhəmmədəli sənsən deyə çıxıb gedir. Səməd Vahid nə qovqadır deyə çıxıb gedir. Zivər xanım gəlib yapışır Rüstəm bəyin qolundan çəkib aparır. Zəhrabayım yıxılıb bihuş olur. Gülbahar özünü salır arvadının yanına. Qəmbər də yavuq gəlib məəttəl qalır. Bu da 3-cü məclis yekunlaşdı. İndi baxacağıq 4-cü məclisə. 4-cü məclis Rüstəm bəyin və qardaşların haman kabinəsi Zəhra bəyim azarlı halətində söykənib yastığa. Yanında ucul oturub Gülbahar və yapışır anasının əlindən. Rüstəm bəy öz yerində oturub kitaba baxır. Səməd Vahid və Mirzə Məhəmmədəli kitablarını yığışdırıb qoyurlar qutuya və az qalıb ki, qurtarsınlar. Zəhra bəyim vayıldayır. Sən Rüstəm bəy gəlir durur anasının qabağında. Artıq 4-cü məclisdə övladları peşman olurlar və özləri öz dilləri ilə yollarının kəsişmədiyini deyəcəklər. Ay ana, Zəhra bəyim dinmir. Rüstəm bəy yekə-yekə çağırır, yəni yüksəkdən çağırır. Zəhra bəyim həzin səslə nə deyirsən Rüstəm bala? Ana, mən sənin yanında müqəssirəm. Mənim günahımdan keçməyən günahkaram. Dünən sənə mən incitdim. Zəhra bəyim, bala, sənin mən qadın alım. Sənin bir günahın var ki, mən sənin günahından keçsəm. Sənin nə bir günahın var ki, mən sənin günahından keçsəm. Fikrim qaldı saniyədə. Sən məni incitməmisən. Sən bizə qardaşlarından ayrı düşmə. Mən öləndən sonra da qəbirdə də sənə duaçı olum, ay Rüstəm bala. Rüstəm bəy bir qədər dinmir və sonra ay ana, axır sən bəzi işləri bilirsən, bəzisini bilmirsən. Bizim bir-birimizlə danışmağımız məslək üstədir, mübahisəmiz kitab üstədir. Yoxsa sən dediyin bir gözəl sözdür. Məsələn, elə mən açığını sənə deyim. Ana, eşidirsən, nə deyirəm? Ana, qulaq asırsan ya yox? Zəhra bəyim yenə həzin səslə. Hə, bala, sözünü eşidirəm. Rüstəm bəy, ana, bax, mən sənə lap yaxşı başa salım. O nə qədər ki, mən bu kitablara etiqad eləyirəm, kitablarını göstərir. Məhəmmədəli bu kitablara etiqad edir. İndi Məhəmmədəlinin kitablarını göstərir. Səməd də bu kitablara etiqad eləyir. Dəxi, biz nə təhər ittihad edib mehriban yolu gedə bilərik. Və Səməd Vahidinə kitablarını göstərir. Rüstəm bəy yavaş-yavaş uzaqlaşır içəri otağa. Zəhra bəyim dərin ah çəkir, sonra Mirzə Məhəmmədəli gəlib çökür düz üstü anasının qabağına. Demək, Rüstəm, Mirzə Məhəmmədəli, sonra Səməd Vahid olacaq. Mirzə Məhəmmədəli, ana, məni bağışla. Dünən hirsi vaxtında sənə tərk ədəblik göstərdim. Bala, ayaqların altında durum, qardaşlarından ayrılma. Dadaş, Gülbahar, dadaş, sən atanın gördü, ayrılma. Mirzə Məhəmmədəli, ana, bir qulaq as gör nə deyirəm. İşin əsl karı bir yekdəyədir ki, bax, mən səni bu saat başa salım. Bax, bu evdə üç qism kitab var ki, biz üç qardaş bunlara sitayiş edirik. Bir qismi budur, bir qismi budur, bir qismi də budur. Yəni, bir-birinin kitablarını göstərirlər. Əgər biz bu kitabları bir-birinin yanına qoysaq, diqqətlə baxsaq və zaiqəyə tapışırsaq, baxıb görərik ki, bu üç qism kitabları bir-birinə o qədər yoxşayır. Necə ki, məsələn, mən Səmədə oxşayıram, Səməd Rüstəmə oxşayır, Rüstəm bəy də mənə oxşayır. O qədər yoxşayır ki, oxşayır. Bax, qoy səni qurtarım. Qulaq asırsan ayana. Yox. Bu kitabların cəmisi əşardır. Özü də əşar deyirəm. Fikrin özü yana getməsin. Xoruz səsi eşitməyən əşardır. Səməd Vahid Pəki. Mirzə Məhəmmədəli. Əlini Rüstəm bəyə sarı tutur. Bu kitabların da cəmisini bilirsən nədir? Bilmirsən deyim. Cəmisi rus lüğətidir. Bu da elə bir cür naxoşluqdur. Rüstəm bəy sağ əlini Mirzə Məhəmmədəliyə tərəf atır və gedir çölə. O ki, qaldı mənim öz kitablarım. Bunların biri xüsufdur, biri küsufdur. Deyindi, ana, biz bir tədbir tök. Görək biz nə tövür yol gedə bilərik. Zəhra bəyim dərin ah çəkir. Ana, sözün yoxdur, məni bağışla. Mən getməliyəm. Durur başmaqlarını geyir. Gülbahar, mən hambal göndərəcəyəm. Həm mənim kitab sandığımı və yatacağımı verərsən gətirsin. Çölə çıxar. Səməd Vahid Zəhra bəyim tərəfə gəlir. Validəm, bənə də bəradərlərim ilə yola getməyimi təşrif edəcəksən. Bəni də əfv et. Zira gərək qavur lüğətlərini Rüstəmin kitablarını deyir və gərək fanatik kitablarını Mirzə Məhəmmədəlinin kitablarını deyir. Sahibləri ilə bir sırada durulmaq bəndə üçün
Bəndə üçün imkan deyil. Bəni əff et. Mənim də kitablarımın ardımca hambal gələsidir. Gülbahara deyir hambal. Ona təslim etməkdə müzayiqə göstərməzsən, zənn ediyorum. Çıxıb gedir. Zəhrabayım bir qədər fikir edir və güclə o tərəfə, bu tərəfə baxır. Gülbahardan savayı otaqda bir kəsi görmür. Zəhrabayım, qızım, bunlar hara gedir? Gülbahar, nə bilim ana, çıxıb getdilər. Zəhrabayım, ürəyim, üç yerə bölünür, üç tikə ola. Hər tikəsi bir tərəfə çıxıb gedər. Onda dəxi ürəyim parçalanar, ölərəm. Qızım, pəs mənim ürəyim üç parça olsa, sən nə elərsən, qızım, anasız qalarsan, dərin ah çəkir. Gülbahar bir qədər baxır ana, Səməd tez durur ayağa, qaçır qapıya. Nə qədər səsi var sıqılır. Gülbahar, Səməd, Məhəmməd Əli, Dadaş, Səməd. Qəmbər hövlnaq girir içəri, dalınca Qurban və Zaman. Gülbahar qaçır Qəmbərin yanına. Yapışır əlindən bəçə gətirir anasının yanına və özü də çökür anasının qobağında. Əlini götürür və çağırır. Ana, Qəmbər təəccüb edir və deyir: Xanımcan, nə var? Yoxsa xanım bəyim pis haldadır. Zəhrabəyim gözlərini açır və baxır Gülbahara. Sonra da Qəmbərə və güclə başını çöndərir və gözü ilə bir şey axtaran kimi çobanların gözü sataşır. Gülbahar, ana necəsən? Zəhrabəyim Qəmbərə baxır. Qəmbər, sən hələ getməmisən. Xanım bəyim, qulluğunda durmuşam. Gülbahar, ana, Qəmbər və çobanlar gəliblər sənin keyfini xəbər alırlar. Qəmbər, biraz danış, anamın keyfi asasın. Zəhrabəyim, Qəmbər, biraz danış. Nə olar, danış, qulaq asaq. Niyə danışmırsan? Mən istəyirəm qulaq asam. Tez görək, indi qoyunlar nə qayırır? Deyir, axazarlayırlar. Qəmbər, xanımcan, and olsun Allaha, bir dəfə mən özüm təəccüb qaldım. Günorta zamanı idi. Qoyunları çobanlar aparırlar qızlar bulağına. Biz də yoldaşlarımızla oturmuşduq Kəklik təpəsinin yamacında. Qoyunlara baxırdıq. Bax, bu qarışma zaman da oturmuşdu yanımızda. Tütək çalırdı. Bizim qoyunlar da, Zamangilin qoyunları da bulağa sarı getməkdə idi. Birdən Zaman bizə qayıtdı ki, nə verərsiniz? Elə çalım ki, qoyunlar getdikləri yerdən dayanıb geri qayıtsınlar. Söz yox, heç kəs inanmadı. Xülasə, nə başınızı ağırdım? Xanımlar, Zaman başladı çalmağa. Ədə, çıxart tütəyini. Zaman utana tütəyi çıxardır. And olsun sizin əziz canınıza, qoyunlar tütəyin səsini eşidən kimi. Elə bil ki, bir şeydən üşdülər. Eləcə getdikləri yerdə dayandılar. Qulaqlarını çırpırdılar. Elə bir şeydən qorxan kimi geri döndülər. Və quyruqlarını ata-ata mələşə başladılar təpəyə tərəf geri qaçmağa. Ədə, Zaman, çal. Zaman başlayır tütəkdə çoban bayatını çalmağa. Bir qədər ona baxıb Qəmbər oxuyur. Burada bir dənə bayatı gedir, şeir gedir. Zaman, xanımların canı sağ olsun. Çöl qapıdan bir hambal girir içəri. Hambal burada mı Mirzə Məhəmməd ağanın kitabları? Məni göndərib aparım məscid hücrəsinə. Gülbahar, hambalı əli ilə işarə eləyir, dinməsin və hambala yavuq gəlib qulağına bir şey pıçıldayır. Hambal çıxıb gedir. Sonra gəlir anasının yanına. Gülbahar, ana, dur səni aparım içəri otağa. Orada uzan, rahat ol. Zəhrabəyim hazırlaşır, dursun ayağa. Bir qədər fikir eləyir və qoltuğunu eşələyib bayaq çıxardıb verir Gülbahara və deyir: Zəhrabəyim, qızım, bu kitabı al saxla yanında. Qardaşdan yola getməyəndə kitabın bir yerində atanın yazısı var. Öz əlinlə yazıb. Onu axtar ta, bir qardaşlarını oxusun. Onu oxusalar, dəxə savaşmazlar. Onu atan öləndən 2 gün qabaq öz əlinlə yazdı. Ələ titrəyə yazdı. Elə naxuş ola yazdı. Dedi, uşaqlar oxusunlar. Qız, yapış əlimdən, qalxa bilmirəm. Zərhəbəyən vay eləyə durur ayağa. Gülbahar kitabı qoyur qoltuğuna. Yapışır anasının əlindən. Yavaş-yavaş aparır o biri otağa. Qayıdır geri, kitabı vərəqləyir və bir yerini tapır, diqqətlə oxuyur. İkinci hambal daxil olur içəri. İkinci hambal. Mən gəlmişəm Səməd Vahidin kitablarını yatacağını aparam. Gülbahar bir qədər baxır, bir qədər dur çöldə, birazdan sonra gəl apar. Hambal gedir, Gülbahar. Bir qədər fikirdən sonra Qəmbərə. Qəmbər, bilirsən nə var? Buyur xanımcan, gərək mənə kömək eləyəsən. Gözüm üstə xanımcan, buyur, əlini qoyur gözünün üstünə. Bu heyində Rüstəm bəy içəri otaqdan başını uzadıb Qəmbəri və çobanları görüb deyir. Rüstəm bəy, Qəmbər, sizin burada bir işiniz yoxdur. Bu saat buradan rədd olun. Bir də sizi mən burada görməyim. Qəmbər və çobanlar çıxıb gedirlər. Rüstəm bəy də yox olur. Gülbahar gedir Rüstəm bəyin kitab şkafını açır, kitabları bir-bir çıxardır və cildlərini cıra-cıra vərəqlərini dağıda-dağıda tullayır ortalığa. Tullaya deyir.
Rus lüğəti, Slavyan lüğəti, hambal bu görəcək yavaşca yox olur. Rüstəm bəyin kitablarını qurtarandan sonra Gülbahar Səməd Vahidin kitablarını həman minval ilə yenə cırıb dağıda-dağıda atır yerə və ata deyir. Ata deyir. Elmi qafiyə, vəzni, şeir bu kitablardan da qurtarandan sonra Gülbahar gedir Mirzə Məhəmmədəlinin sandığından kitabları yenə bir-bir çıxarır və cıra-cıra tullayır yerə və deyir. Xüsuf və küsuf. Sonra da hər o tərəf bu tərəfə baxıb görür hambal yoxdur. Gələk kitabların tikə-tikə parçalarını qucaqlayır və pəncərələrdən tökür çölə. Qaçır içəri otaqdan neft və spiska gətirir. Kitabların üstünə neft töküb od vurur. Kitablar çöldə alışır və Gülbahar durur otağın ortasında. Qoltuğunda anasının kitabını çıxardır, bir səhifəsini açır və diqqət baxır. Çöl qapıdan hövlaq daxil olur Mirzə Məhəmmədəli, Səməd Vahid və onların dallarınca birinci və ikinci hamballar. İçəri otaqdan hövlaq daxil olurlar. Rüstəm bəy, Zibər xanım və bunların dalınca Zəhra bəyim sürünə-sürünə özünü salır qapının ağzına. Camaat hamısı kitabların yanmağını və Gülbaharın əhvalının dəyişməyini görüb mat-mat qalır. Zəhra bəyim bayıldaya deyir. Zəhra bəyim, ax yazıq canım. Qardaşlar getirirlər pəncərədən kitabların yanmağına baxırlar. Sonra çönüb Gülbahara tamaşa edirlər. Gülbahar əlindəki kitabın açıq səhifəsini yuxarı qalxızıb qardaşlarına tərəf tutub baxır. Ara bir qədər sakit keçir və heç kəs dinmir. Axırda Gülbahar ucadan mütəəssiranə deyir. Gülbahar, qaldı bircə kitab. Bu da anamın kitabı. Bir qədər hamı sakit durur, baxır. Budur, atam öz əli ilə yazdığı vəsiyyət. Tarix Hicrinin 294-cü ilində Rəbiül 12-sində Seyşənbə günü sübh əzanından yarım saat keçdikdə yoldaşım Zəhra bəyinin cismindən bir parça qopdu, ayrıldı. Ki, ibrət olsun Rüstəm balamdan barmağı Rüstəm bəyə işlədir. Rüstəm bəy atasının xəttini diqqət edən, sonra dəsmalı basır üzünə, yəni ağlayır. Burada belə deyim də, bir uşaqların dünya gəlməsindən danışır. Mirzə Məhəmmədəli də deyir, Mirzə Məhəmmədəli də ağlayır. Daha sonra gələcək Səməd Vahid deyir və Səməd Vahid də ağlayır. Yəni, atası özü yazıb və bu uşaqların dünyaya gəlməsini. Bunda bir neçə il sonra baxdı qara övrətin qalan yarım canından yenə bir parça qopdu. Burada Gülbahar deyir. Adını Gülbahar qoyduq. Bu da vaqe oldu. Haman tarixin 1310-cu ilində, Şəvvalın 21-də, cümə axşamı, sübh vaxtı, yer, göy, aylar, ulduzlar göyləri seyr edib, gəzə-gəzə, yenə əvvəl-axır günün başına dolanırlar. Çünki bunların hamısı qədim əzəldən gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, yenə əvvəl-axır analarını Zəhranın ətrafına gələk dolanarlar. Çünki ay və ulduz şəmsin parçaları olan kimi bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, dövlətin həmin qanunu pozmaq istəyər. Onun insafı və vicdanı ona müdahimül həyat əziyyət edəcək. Nə qədər canlı nəfəs var, peşman olacaq. Gülbahar qurtaracaq anası Zəhrabəyin meyhuş oturduğu yerdə yıxılır. Gülbahar kitabı qoyur qoltuq cibinə və gedir oturur pəncərənin qabağında. Dizlərini qucaqlayır və baxır çölə. Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid və Zibər xanım tökülürlər Zəhrabəyimin yanına. Mirzə Məhəmmədəli anasının əllərini soymuş və can üstə görüb qalxır durur övrətin başının üstündə və başlayır Fatihə surəsini oxumağa. Hamı qalxır ayağa. Rüstəm bəy, Səməd Vahid və Zibər xanım dəsmallarını üzlərinə basıb yavaşca ağlayırlar. Gülbahar mat-mat baxır gah anasına tərəf, gah çöl tərəfə. Mirzə Məhəmmədəli artıq burada kəlmə-i şəhadət oxuyur. Kəlmə-i şəhadət deyəndə ki, yəni avaz oxuyur və pərdə salınır və Mirzə Məhəmmədəlinin oxumağı kəsir. Bununla da anamın kitabı yekunlaşdı.